Salamlayıram əziz söz xiridarları. Əlbəttə burada sözün ateşinə, alovuna yığışmışıq. Sözə dəyər verdiyiniz üçün başda Xatirə xanım fərəsli olmaqla hər birinizə təşəkkür edirəm, öz minnətdarlığımı bildirirəm. Və söz haqqında yazdığım bir şeiri demək istəyirəm sizə. Söz Allahın kəlamıdır. Dinlədim, sözlə yaşadım. Yandım sözün alovunda, kül oldum, közlə yaşadım. Əl attım, yapışdım haqdan, qaçdım əyridən nahaqdan, körpəlikdən, uşaqlıqdan düz oldum, düzlə yaşadım. Az da olsun mənim yaşım, papaq atda olub başım, çox üzülər gördüm qardaşım, mən bircə üzülə yaşadım. Nə var dövlətə aldandım, nə əhdimi, sözü dandım, az da gəzdim, tox sallandım, çörəklə duzla yaşadım. İkinci şeirim məhəbbət şeiridir. Mən bu qızı sevəcəyəm deyəsən. Şirin səsi bir nəğmənin bəstəsi. Telləri var, qızıl gülün dəstəsi. Xəbəri yox, şair olub xəstəsi. Mən bu qızı sevəcəyəm deyəsən. Gülüşü var, coşqun dağ şəlaləsi. Yanaqları, xallı dağlar laləsi. Gözəl çoxdur, yaranmayıb beləsi, mən bu qızı sevəcəyəm deyəsən. Günay camallıdır, boyu da bəstə, yerişi var, canlar alır ahəstə. Onu görən sevgi umur hər kəsdə, mən bu qızı sevəcəyəm deyəsən. Bir göz vurdu, mətləbini qandırdı, varlığımı sanki mənə dandırdı, Nəsrəddini Kərəm kimi yandırdı, mən bu qızı sevəcəyəm deyəsən. Mən bu qızı sevəcəyəm deyəsən. Sevginiz tükənməsin. Sağ olun, var olun. Sağ olun Nəsrəddin müəllim. Səringil atəşi.